Hə, deməli şey, necə oldu burada? Atom sayı Firuzə A adı, düzdürmü? Yəni eynidir, düzdür? Normalda belə baxaq. Sən bunu bir götürsən, bunu da bir götürsən. Burada nə qədər atom var ki? İki. Hə. Həm də bir dənə də şeyi unutmayın, bunu yadınızda saxlayın. Məsələn, desəm ki, nə qədər atom var? Deyin 2 mol atom var. Çünki siz 2 dənə atom deməyiniz düz deyil. Burada 2 dənə atom yoxdur. Burada sayla demək istəyirsinizsə deyə bilərsiniz, müəllim, 2 ena sayda atom var molekulunda. Bu maddenin molekulunda 2 ena sayda nə var? Atom var. Düzdür? 1 molunda 2 ena sayda nə var? Atom var. Bu maddənin 1 molunda 4 ena sayda atom var. Ya belə deməlisiniz, ya da deməlisiniz, müəllim, bunun 1 molunda 2 mol atom var. Bunun 1 molunda neçə mol atom var? 4 mol atom. Amma bu bizə nə deyir? Deyir atomların sayı nə olsun? Bir zıplar bərabər olmaqdan ötürü. Səncə mən bunun qabağına neçə, bunun qabağına neçə qoyarım? İkinciyə heç nə qoymaram. Qoymaram. Düz deyir də. Bunu isə 2 dənə götürəcəm. Və yaxud hansı qayda ilə? Əkyob? Gözəl. Hər ikisi üçün neçəni seçirəm? 4-ü. 4-ü 2-yə bölsəm 2, 4-ü 4-ə bölsəm 1. Super. Əkyobu keçən uşaq, yəni bu sualın öhdəsində mənim dediklərimi izləsin, rahat gələ biləcək. İndi bu da bizə nə deyir ki? Deyir ki, C-nin molunu böl C2H moluna. Neçə alarsan? X yəni deyir ki, bərabərdir C-nin molu bölünsün C2H molu. 2 eləmir. Məsələ bağlandı. Buraya bəs. Element atomlarının nisbi atom kütlələri görüntüsü verilib, elementlərin nisbi atom kütlələri qeyd olunub. Qablardır, qablarda azot qazı, digər qabda, ikinci qabda oksigen qazı, üçüncü qab balonda da metan qazı. Və hər bir balona dəm qazı şəkillə kimi əlavə olunur. CO, CO, CO əlavə olunur. Deyir ki, bu şərt ödənsin. Hansı qaba CO əlavə olunandan sonra alınan qaz qarşılığında tam molyar kütləsi CO-nun molyar kütləsinə nə olar? Bərabər olar. Uşaqlar, bəli, bundan ötürü bunu nəyə bilməyimiz lazımdır? Təbii ki, N2-nin molyar kütləsini 14-dür, 2-yə vursan 28. Bunu bilmək lazımdır. Oksigen molyar kütləsi 32. Bir də bunu bilmək lazımdır. CH4 neçə edir? 16. İndi yazı saxlayın. Əlavə olunan qaz, əlbəttə füzə diqqətlə qulaq asaq. Əlavə olunan qaz qabdakı qazın molyar kütləsinə bərabərdirsə, o zaman alınan qaz qarşılığında orta molyar kütləsi elə qazın molyar kütləsinə nə olacaq? Bərabər olacaq. Bəli. Şimdi bu balonlara baxsaq, əlavə olunan qazın da molyar kütləsini bu arada hesablayaq. O yaddan çıxdı. Bu da neçədir? 28. Hə, əlavə olunan qazın molyar kütləsi hansı balondakı qazın molyar kütləsinə eynidir? Yalnız azot. Ona görə də doğru cavab nə olacaq? Yəni molyar kütləsinə bərabər olar desə, yalnız 1 olacaq. Bəs başqasını əlavə edəndə toplu işə böləsiniz. Hə, bu nəyə görə olacaq? İndi bunun səbəbini ola bilər ki, soruşasınız ki, müəllim, niyə elə olur? Gəlin eləsini öyrənək də, səbəbini öyrənək. Səbəbi çox bəsitdir. M orta bərabərdir. Əlavə olunan qaz hansıdır? CO. 1 mol götürsək bunu, 1 vurulsun, M-ləri. Bu düstur bilirsiniz, M ortanın düsturu. M-ortanın düsturu nədir? Buradan gəlir uşaqlar. Nu1, M1. Nu2, M2, Nu1 plus Nu2. Mən özümdən demirəm, ha bunu. Düsturu var, qayda qanunu var. 1 vurulsun 28, yəni CO-nun molu vurulsun CO-nun emeri. Üstə gəl, balondakı qaz, azotun molu vurulsun. 1 mol götürəm də, bunların hamısını təbii ki. 28 bölünən 1 plus 1-ə. Uşaqlar, neçə alacam mən? 28. N2 28 deyil. Deyirəm, bunu 1 mol götürsəm, bunu da 1 mol götürsəm, bu düsturda yerinə yazsam, belə getmir. 1 vurulsun 28, yəni CO-nun əmri, plus 1 vurulsun N2-nin əmri, bölünsün molların cəmi. Düstura görə gedirəm, amma başqa şeyə görə gedirəm. 28 qram bölü mol almıram. Bu da 28 qram bölü mol deyil. CO-nun molyar kütləsi. İndi bu buna bərabər oldu, olmadı? Sual verəm. Bərabər oldu. Amma deyəcəksiniz ki, müəllim, bunda niyə olmur ki? Bunda niyə olsun ki? Məsəl üçün, götürək oksigeni. 1 vurulsun 32, plus 1 vurulsun 28. Bölünsün 1 plus 1. 32 ilə 28 toplayırsınız. Neçə edir? 60 plus 2-yə 30. Sizcə bu bərabərdir CO-ya? 28-ə bərabərdir? Yox, yox. 30 bərabərdir. Görürsünüz, burada bərabər olmadı. Amma bu isə bərabər oldu. Yəni, balondakı qazın emeri əlavə olunan qazın emeri ilə eynidirsə, onda onlar bir-birinin olacaq, bərabər olacaq.
Məsələ aydın oldu yoxsa yox Firuzə? Yaxşı. 74-cü sualda bizə deyir ki, CO2 və O2 qarışığı. Bu O2-ni də aşağıdan yazın, məncə daha yaxşı olur, düzdür? CO2 O2-dən ibarət qaz qarışığında deyir, bir karbon atomla 5 oksigen atomu. Normalda uşaqlar, biz bu formullarına baxanda, molekullarına baxanda, burada 1 mol karbon, Dört mu? burada neçə mol oksigen var? 2 mol. Burada neçə mol oksigen var? 2 mol. Onda neçə mol oksigen oldu? Ümumi 4 mol oksigen oldu, düzdürmü? 1 mol karbon atomuna 4 mol oksigen, bax bu elə bu molekullara baxanda düşür. Amma o bizə deyir ki, elə eləyin ki, bir karbona 4 yox, 4 yox. Nə qədər düşsün? Beş. 5. Mənim necə ola bilər ki, 5 düşsün, 4 düşür axı. Onda belə çıxır ki, moluna, buna əl dəyməmək şərti ilə, niyə əl dəyməmək şərti ilə CO2-yə? Çünki CO2-nin bir karbon düşməlidir. Sən onun qabağını 2 yazsan, avtomatik dəyişilir, olur 2. Hə, o yaxşı olar ki, oksigenin üzərində işləyəsiniz. Məncə 1.5 yazsaz, 1.5-i 2-yə vursaz, neçə eləyəcək? 3 eləyəcək. Burada da 2. İndi oldu mu 5? Firuzənin dediyi kimi, Firuzə deyir ki, mənim 2 yaz. Yaxşı, 2 yazsam, 2 dənə O2. Neçə mol oksigen atomu oldu? 4 mol. Yuxarıda da 2, elədə 6 mol. Firuzə, əgər bizə desəydi bir karbona 6 mol oksigen düşür, onda sən 2 mol oksigen götürərdin. Amma 2 yox, 1.5 götürsək bizə daha çox sərf edir, həqiqətən. Burada 3 mol oksigen atomu, burada da 2 mol oksigen atomu. Nəticədə 2, 3, 5 mol oksigen atomu elədir. Deməli, belə çıxır ki, bunları hansı mol nisbətini ötürmək lazımdır? 1-in 1.5-ə. Düzdür, dostlar? İndi o bizə deyir ki, qarışığın, Firuzə, məsələdə qarışıq deyirsə və nisbi sıxlıq deyirsə, deməli, biz nəyə tapmalıyıq? M orta. Nəyə tapmalıyıq? M orta. Qaz qarışığının hər hansı bir qaza görə sıxlığını deyirsə, biz birinci qaz qarışığını hazırlamalıyıq. Çünki o bizə istəyir ki, qaz qarışığının heliuma görə nəyi? Sıxlığı. Sən qaz qarışığının ortamolekül kütləsini tapmalısan və onu bölməlisən heliumun kütləsinə, atom kütləsinə, yəni neçəyə? 4-ə bölməlisən. Amma onu da necə tapa bilərsən? M ortanın üstünə görə. Bilirsiniz də, nü1 M1 plus nü2 M2 bölünsün nü1 plus nü2. 2 dənə qazımız var. Biri CO-dur, biri O2-dir. Mollarını da bilirik. Biri 1 moldur, biri də 1.5 mol. 44 düz 48. Nü1 M1, nü2 M2, nü1 nü2. Nü1-in yerinə CO2-nin molunu yazırıq. M1-in yerinə CO2-nin molunu yazırıq, MR-ni yazırıq. CO2-nin MR-ni bu arada necə veriblər də bizə hazırda, yəni çıxartmaya ehtiyac yoxdur, vaxtımız yetməsin. Nü2-ni də veriblər 1.5. Onu da vurursunuz maliyyə kütləsinə. Bunu da bölürsünüz 1-lə 1.5. Nə qədər bu? Bu 32-ni 1.5-ə vura nə qədər? 48, bu da 44. 92-dir. Bu da neçədir? 2.5. Niyə bölürsünüz? Belə saxlayın, onsuz ixtisar gedəcək. Bunu da gətirin 92 bölü 2.5-i nəyə böləcəksiniz? Helium-2-nə. Yəni 4-ə bölürsünüz. Düzdür? 92 bölü 2.5-i böləndə bu 2.5 aşağı düşmür. Elə düşür. Vurulsun neçə? 4. Heliumun kütləsidir bu. Yaxşı, buradan gəldi yəni. 92-ni elə bir ki bölürsünüz 10-a. Bu da neçə yiyir? 9.2. Cavabımız eləcək 9.2. Bu şəkildə gələcək.